Salam, hörmətli tamaşaçılar. Bu ilin 4 may tarixində Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiya və bu strategiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə dövlət proqramı qəbul olunmuşdur. Veriliş çərçivəsində milli strategiyadan irəli gələn bəzi vəzifələri müzakirə etmək üçün studiyamıza Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Arif Həşimovu dəvət etmişik. Hörmətli tamaşaçılar, xatırladıram ki, verilişimiz canlı yayımlanır. Mövzu üzrə sualları olan varsa 430 13 80 nömrəli telefonla müraciət edə bilərlər. Hörmətli Arif müəllim, xoş gəlmişsiniz studiyamıza. İlk öncə dövlət başçımız tərəfindən milli strategiyanın məqsədi və onun qarşısında duran vəzifələr haqqında tamaşaçılarımıza məlumat verməyinizi xahiş edirik. Rasim müəllim, çox sağ olun sizə və eyni zamanda İctimai Televiziyaya təşəkkür edirəm ki, belə bir məsələni bugünkü verilişdə qabardırlar. Mən tamaşaçılarımıza sizin qeyd etdiyiniz kimi çatdırmalıyam ki, milli strategiyanın adından da göründüyü kimi bu strategiya möhtərəm prezidentimiz tərəfindən təsdiq olunmuş strategiya Azərbaycanda elmin inkişafını, eyni zamanda Azərbaycanda elmin gələcək təminatını təmin edən bir dövlət proqramıdır. Strategiyanın məqsədi adından da göründüyü kimi Azərbaycanda elmin, ilk növbədə fundamental elmin, innovasiya fəaliyyətinin və kadr hazırlığının, belə bir üslüyün təmin olunmasını qarşıya qoyulan bir məqsədə çatmaq üçün tərtib olunmuş bir sənəddir. Sənəd çox geniş tərtib olunubdur. Bütün elmin inkişafını təmin edən aspektlər burada nəzərə alınmışdır, göstərilmişdir. İlk növbədə göstərilmişdir ki, elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm sosial-ictimai məsələlərin həllinə uyğun müəyyənləşdirilməsi, deməli, elmin idarəetmə mexanizminin, maliyyələşmə mexanizminin təkmilləşdirilməsinə, kadr hazırlığına, alimlərimizin sosial müdafiəsinin təmin olunmasına, yaxşılaşdırılmasına, Azərbaycan elminin dünya elminə inteqrasiyasına və s. deməli, istiqamətlərin məcmuəsindən ibarət olan bir sənəddir. Eyni zamanda strategiyanın irəli gələn məsələlərin həlli üçün isə dövlət proqramı tərtib olunmuşdur. Bu proqramda isə deməli bu məsələlərin həll etmək üçün ayrılıqda 30-a yaxın kompleks sənədlərin hazırlanması nəzərdə tutulur. Bu sənədlərdə deməli ilk növbədə elmin inkişafını təmin etmək üçün, bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı daha sürətlə inkişaf edir və bu sürətli inkişafda Azərbaycan elmi ümumiyyətlə inkişafın ön zərgəsində getməlidir. Öz yerini tutmaq üçün Azərbaycan elminin qarşısına qoyulan məsələləri həll etmək üçün dövlət proqramında ilk növbədə nəzərdə tutulur ki, Azərbaycan elminin bugünkü vəziyyətinin daha da dolğun qiymətləndirilməsi, deməli, mövcud elmi tədqiqat müəssisələrini, bura daxildir Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindəki elmi qurumların, ali məktəblərdəki, dövlət şirkətlərindəki və s. müəssisələrdəki elmi tədqiqat müəssisələrinin bugünkü vəziyyəti, onların kadr potensialı, maddi-texniki bazası, onların elmi tədqiqatlarının istiqamətləri, mövzuları, onların ümumiyyətlə bütün elm sferasına aid olan bütün fəaliyyətinin öyrənilməsi və dövlət üçün geniş bir sənədin hazırlanması nəzərdə tutulur. Bundan başqa, bu sənəddə tədbirlər proqramında eyni zamanda kadr potensialının qiymətləndirilməsi, bunlar elmi tədqiqat müəssisələrində necə fəaliyyət göstərirlər, hansı məsələlərin həlli ilə məşğul olurlar və bu prioritet istiqamətlərə uyğun kadrların bölüşdürülməsi. Bundan başqa, deməli, Azərbaycanda elmin həm keçmişini, həm indisini, həm gələcəyini təmin etmək, onları daha dolğun şəkildə göstərmək üçün həm Azərbaycandakı bugünkü elmin vəziyyətini qiymətləndirməklə yanaşı gələcək elmi tədqiqat proqramlarını, yəni istiqamətlərinin müəyyənləşdirilməsi. Bu elmi tədqiqat istiqamətlərinin, prioritet istiqamətlər həm ölkəmizin bugünkü vəziyyətini, onun inkişafını, onun potensialını nəzərə almalı, həm də dünya elminin inkişafı ilə müəyyən sinxronluq təşkil etməlidir. Və bu sahədə bütün bunların hamısını sadalamaqda məqsədim ondan ibarətdir ki, qısa da olsa deyim ki, bu elmin inkişaf strategiyası
2009-15-ci illərdəki elmin inkişaf strategiyası deməli elmin gələcək inkişafını təmin etmək üçün bazanın yaradılmasını əsas məqsəd kimi götürülübdür. Əsas ana xətti isə yenə qeyd etməliyəm, fundamental elmi tədqiqatlar, innovasiya fəaliyyəti və yüksək ixtisaslı elmi kadrların hazırlanmasından ibarətdir. Arif xanım, çox düzgün buyurursunuz ki, milli strategiyanın qarşısında çox mühüm vəzifələr vardır və Azərbaycan elminin özünün çox şərəfli tarixi vardır. Əgər formal olaraq götürsək, 1945-ci il Azərbaycan Milli Elmlər Akademiyasının yaranması və ümumiyyətlə Azərbaycanda elmi təfəkkürün, elmi fikrin çox qədimdən formalaşması və indiyə kimi gəlib çıxması və əlbəttə ki, qeyd etdiyimiz o son dövrlər Sovet elmi çərçivəsində Azərbaycan elminin fəaliyyət göstərilməsi və Sovet elmi doktrinasının o prioritetlərinə uyğun olub fəaliyyət göstərməsi düzdür. Orada Azərbaycan Respublikasının maraqlarına aid olmayan məqamlar da var idi. Çünki Sovet ölkəsinin özünün prioritetləri, özünün maraqları var idi. Amma buna baxmayaraq Azərbaycan elminin qeyd etdiyimiz kimi müəyyən şərəfli məqamları da vardır. Azərbaycan elmin fəaliyyət göstərmiş və inkişaf etmişdir və çoxlu Azərbaycanda elmi potensial formalaşmışdır. Amma o da həqiqətdir ki, Azərbaycan elmi başqa sosial, siyasi, iqtisadi sistemli fəaliyyət göstərmişdir. Yəni ki, Sovetlər ölkəsi vaxtı başqa iqtisadi sistem idi, başqa ideoloji sistem idi, amma 21-ci əsrin demək reallığı tamam başqa reallıqdır. Bir tərəfdən Azərbaycanın müstəqil olması, yəni Azərbaycan elminin məhz Azərbaycan xalqının marağına, Azərbaycan dövlətinin marağına, onun sosial-iqtisadi problemlərinin tələbatına uyğunlaşdırılması və eyni zamanda artıq dünyanın quruluşu, dünyanın arxitekturası tamam başqa cür qurulur. Yəni qloballaşma, inteqrasiya münasibətləri get-gedə dərinləşir və dünya o intellektual potensialın formalaşdırılmasında Azərbaycanın da özünün yeri olmalıdır. Bu təbiidir. Çünki Azərbaycan elminin mənbəsi o qeyd etdiyimiz kimi fundamental elmlərdədir, bəşəri elmlərdədir və dünyanın aparıcı elmlərinin nəbzini tutmaq lazımdır. Ona görə də Azərbaycan elmi bir sıra məqamlarla başqa o ölkələrdəki olan vəziyyətlərdən fərqlidir. Yəni xüsusən nəzərə tuturam ki, o Sovet ölkəsindən başqa ölkələrdən. Ona görə də milli strategiyanın özü elə sözün əsl mənasında Azərbaycan elminin bir doktrinasıdır. Yəni burada çox müxtəlif aspektlər, həm elmin prioritetləri müəyyənləşdirilmişdir, həm onun sosial məsələləri, normativ hüquq bazanın müəyyənləşdirilməsi, xüsusən də innovasiya siyasətinə xüsusi qayğı göstərilir. Ona görə də başqa bir məqam da ondan ibarətdir ki, Azərbaycan elmi artıq 21-ci əsrdə yeni bir şəraitdə formalaşır. Həmin o şəraitin adına biz informasiya cəmiyyəti deyirik. Çünki artıq dünyada o reallığın əsas belə önündə gedən məsələlərdən biri də elə qlobal informasiya cəmiyyətinin formalaşmasıdır. Ona görə də bu informasiya texnologiyaları fəaliyyətimizin, yəni insan fəaliyyətinin müxtəlif sahələrə nüfuz etdiyi kimi, eyni zamanda elmi proseslərə də nüfuz eləyir və elmi proseslərdə, elmi münasibətlərdə, elmi kollektivlərin fəaliyyətində informasiya texnologiyalarından geniş istifadə etmək belə deyək ki, zəruriyyəti qarşısındadır. Və milli strategiyanın əsas məqamlarından biri də elə elmin informasiya təminatını yaxşılaşdırmaq, onun məhz informasiya texnologiya təsisatını yaxşılaşdırmaqdan ibarətdir. Bu istiqamətdə siz akademiyanın rəhbərliyi tərəfindən hansı işlərin görülməsini planlaşdırırsınız? Rasim müəllim, sizin sualınız çox geniş qoyulduğuna görə icazə versəydiniz, mən də siz Azərbaycanda elmin tarixinə də toxundunuz. Mən qeyd etməliyəm ki, siz düzgün qeyd etdiniz, 45-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası yaradıldı. O vaxt akademiya deyilirdi ona, milli sözü işlədilmirdi. Ancaq ondan əvvəl də Azərbaycanda SSR Elmlər Akademiyasının filialı fəaliyyət göstərirdi və eyni zamanda elmi qurumlar da müəyyən səviyyədə fəaliyyət göstərirdi və İkinci Dünya Müharibəsindən sonra 45-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaradılanda artıq Azərbaycanda müəyyən elmi potensial, elmi qurumlar formalaşmışdı. Və adətən belə deyirlər ki, Azərbaycanda Azərbaycan neft ölkəsi olduğuna görə bütün tədqiqatlar neft sektoru ətrafında toplanmışdı, onun üzərində qurulmuşdu və buna görə də elmi tədqiqatların əsas istiqamətləri mən qeyd etməliyəm ki, ola bilsin ki, mən çoxlu texnikaya tərəf yönümlü deyirəm, ancaq burada ictimai siyasi elmlərdən də danışmaq lazımdır. Bu sahədə də Azərbaycanda müəyyən işlər görülmüşdü, kadr potensialı da vardı. Sonra Azərbaycanda Elmlər Akademiyası yarandıqdan sonra akademiya bir növ elmləri əlaqələndirən bir mərkəzə çevrildi və elmi tədqiqatların əsas hissəsi həm Sovetlər İttifaqı, həm Azərbaycanda Elmlər Akademiyasında toplaşmışdı və heç də təsadüfi deyildi ki, həmən dövrdən akademiya öz inkişaf mərhələsinə getmişdi və deməli 2003-cü ildə Ulu Öndərimiz Heydər
Heydər Əliyev tərəfindən akademiya milli status veriləndə və Azərbaycanda elmin əsas rəhbərliyini akademiyaya tapşırılanda, deməli bu akademiyanın 45-ci ilə yaranan akademiyanın bazası üzərində qurulan akademiyanın sərhədlərin bir növ sələfinə çevrilməsi prosesi başlandı. İndi isə bu strategiyada Milli Elmlər Akademiyası eyni zamanda təkcə əlaqələndirici istiqamətli orqan kimi yox, eyni zamanda Azərbaycanı bütün elm sferasında təmsil edən bir orqan kimi formalaşmışdır və sərəncamın 3-cü bəndində də Milli Elmlər Akademiyasının statusu göstərilmişdir ki, Azərbaycanda deməli elmi əlaqələrindirici funksiyasını Milli Elmlər Akademiyası yerinə yetirəcəkdir. Və ona görə də deməli Azərbaycanda bütün elmlərin Milli Elmlər Akademiyası ətrafında toplanması və Milli Elmlər Akademiyası tərəfindən elmi istiqamətlərin artıq müəyyənləşdirilməsi və sərəncamda da göstərilir, strategiyada bu əksini tapmışdır. Bütün prioritet istiqamətlər eyni zamanda akademiyanın bölmələrində müzakirə olunacaq, bölmələri tərəfindən istiqamətləndiriləcək və o biri elm tədqiqat müəssisələrində aparılacaq tədqiqatların istiqamətləri Milli Elmlər Akademiyası tərəfindən təsdiqləndikdən sonra həyata keçirilməlidir. Və bütün bunların hamısının aparılmasında aydın məsələdir ki, müasir elm sizin qeyd etdiyiniz kimi informasiya, kommunikasiya texnologiyaları olmadan həyata keçirilməsi qeyri-mümkündür. Eyni zamanda bunların deməli dünya elmi səviyyəsində də yerini tapması aydın məsələdir ki, qeyri-mümkündür. Mən qeyd etməliyəm ki, Azərbaycan elminin indiki vəziyyəti artıq dünya elmində müəyyən öz yerini tapmışdır. Və bu yaxınlarda siz də iştirak edirdiniz. Bizim akademiyanın illik yığıncağında hesabatında akademiyamızın prezidenti Akademik Mahmud Kərimovun məruzəsində göstərildi ki, Azərbaycan dünya elmində deməli qiymətləndirilməsi cədvəlində artıq 38-ci yerdədir və bu 38-ci yer elə görünməsin ki, tamaşaçılarımıza çox aşağı yerdir, yox çox yüksək yerdir. Çünki bizim o biri qonşularımız, SSR-in keçmiş ölkələrin çoxu bu yerdən çox aşağıdadır. Bunu qiymətləndirəndə müxtəlif parametrlər nəzərə alınırdır. Məsələn, 1 milyon əhaliyə düşən mühəndislərin, alimlərin sayı, elmə dövlət büdcəsindən ayrılan vəsaitin sayı, ümumiyyətlə bir çoxlu parametrlər vardı və bu parametrləri götürəndə Azərbaycan gəlib 38-ci yerə çıxıbdır. Eyni zamanda xaricdə sizin qeyd etdiyiniz o nüfuzlu jurnallarda dərc olunan məqalələrin sayına görə mən qeyd etməliyəm ki, təkcə akademiyadan bu illəri 2008-ci ilin göstərilərinə görə 1200-dən çox məqalə dünyanın ən möhtəbər jurnallarında dərc olunmuşdur. Və bütün bunların hamısı onu göstərir ki, Azərbaycan elminin, yəni bu strategiyadan irəli gələn məsələlərin yerinə yetirilməsi üçün Azərbaycanda artıq baza vardır. Həm kadr potensialı, həm maddi texniki baza, həm də ki, deməli, elmi tədqiqat müəssisələri bir elmi tədqiqat institutları kimi artıq formalaşmışlar. Deməli, bunların gələcək funksiyalarının daha da artırılması üçün, daha da imkanların genişləndirilməsi üçün informasiya texnologiyaların yeri xüsusi qeyd olunmalıdır. Və sərəncamda da buna ayrıca yer ayrılıbdır. Və sərəncamda göstərilib ki, informasiya, kommunikasiya texnikası sahəsində, texnologiya sahəsində milli strategiyadan irəli gələn məsələləri yerinə yetirmək üçün hansı işlər yerinə yetirilməlidir? İlk növbədə mən sadə olsun deyə deyərdim ki, məsələn, elektron kitabxanaların yaradılması. Heç də təsadüfi deyil ki, tamaşaçılarımız yəqin ki, bizim bütün çıxışlarımızda biz dəfələrlə qeyd etmişik, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının artıq tikilməsi üçün layihə sənədləri hazırlanıbdır. Deməli, çox müasir bir kitabxananın tikilməsi gözlənilir və bu yaxınlarda yəqin ki, bu işlərə başlanılacaqdır və orada bütün bu siz qeyd etdiyiniz məqamlar hamısı öz əksini tapacaqdır və bütün bunların hamısı xırdalayıb gəlib axırda biz çıxmalıyıq sizlə elektron elmin yaradılmasına. Deməli, milli strategiyanın həyata keçirilməsində və onun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün elektron elmin yaradılması, yəni elektron elmin yaradılması deyəndə mən onun deməli işlək bir orqanizm kimi deməli həyata gəlməsi, işləməsi deməli bizim elmimizin əsas özəllərindən biri olacaqdır. Bundan başqa tədbirlər proqramının 27-ci bəndində informasiya texnologiyalarından daha dolğun istifadə etmək üçün, elmimizin inkişafını təmin etmək üçün xüsusi dövlət sənədinin hazırlanması nəzərdə tutulur. Və bizim akademiyanın,
eyni zamanda ilk növbədə sizin institutun qarşısında qoyulan ən böyük məsələlərdən biri də bundan ibarət olacaq ki, həmin proqramın hazırlanması və müzakirə olunaraq qəbul olunması ki, özü də bunun hazırlanması üçün artıq biz indidən başlamışıq bu işə sizlə birlikdə. Bundan sonra informasiya texnologiyaları öz əsas yerini tapacaqdır. Və bunların da həyata keçirilməsi üçün siz də qeyd etdiniz ki, Azərbaycanda baza var. Çünki Azərbaycanda əvvəllər 45-ci ildən sonra 50-ci illərdə Kibernetika İnstitutu yaradılmışdı. Kibernetika İnstitutundan sonra eyni zamanda sizin informasiya texnologiyaları institutu yaradıldı. Bundan başqa bizim ali məktəblərdə, universitetlərimizdə 60-cı illərdən başlayaraq deməli bu sahədə böyük işlər yerinə yetirilibdir, fakültələr yaradılıbdır, mühəndislər, kadrlar hazırlanmışdır, alimlər potensialı vardır. Hətta çox əlamətlərdir ki, bu sahədə artıq indi sizdə yüksək ixtisaslı elmi kadrların hazırlanması həyata keçirilir, ixtisaslaşdırılmış dissertasiya şurası fəaliyyət göstərir və bütün bunlar hamısı bizə əsas verir ki, deyək ki, bu sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi üçün informasiya texnologiyaları sahəsində işlərimiz qənaətbəxş olacaqdır. Belədir. Yəni ki, artıq siz qeyd etdiyiniz kimi Arif müəllim, müvafiq qurumlar tərəfindən artıq elektron elmin reallaşdırılması istiqamətində müəyyən işlər aparılır və onu da məlumat vermək istəyirəm ki, hələ elektron elmin əsası bir neçə il bundan qabaq qoyulmuşdur. 1991-ci ildə Elmlər Akademiyasına ilk dəfə olaraq akademik Əli Abbasovun rəhbərliyi altında internetin Azərbaycana gətirilməsi, ilk dəfə olaraq internetin çıxışın təmin olunması məhz Elmlər Akademiyasında həyata keçirilmişdir və 1994-cü ildə ilk veb saytın yaradılması da Elmlər Akademiyasında reallaşdırılmışdır. Yəni demək istəyirik ki, ölkəmizdə informasiya cəmiyyətinin qurulması da Elmlər Akademiyasından başlanmışdır və bu gün də ölkəmizdə informasiya cəmiyyətinin müxtəlif o sahələrində informasiya, kommunikasiya texnologiya geniş tətbiq olunduğu kimi müxtəlif informasiya fəzaları, yəni təhsilin özünə məxsus informasiya fəzası formalaşdığı kimi elmin də informasiya fəzası formalaşır. Yəni artıq müxtəlif qurumların fəaliyyətində kompüterləşdirmədir, internetə çıxışdır, internetin infrastrukturu geniş tətbiq olunur. Elə Elmlər Akademiyasının rəissiyyət heyətinin rəhbərliyi altında bizim institut tərəfindən artıq bütün elmi qurumlarda, ali məktəblərin müvafiq elmi fəaliyyətlə məşğul olan strukturlarında informasiya, kommunikasiya texnologiyaları ilə təminatın vəziyyətini müəyyən etməyə imkan verən bir monitorinq keçirilir. Artıq bizim təşkilatda belə bir sistem yaradılır. Yəni, elmin bu informasiya, kommunikasiya texnologiyalara təminatının vəziyyətini müəyyənləşdirmək, gələcəkdə bunun nəbzini tutmaq və milli strategiyanın irəli gələn vəzifə həyata keçirmək və daha da yüksək şəkildə həyata keçirmək üçün bu işin görülməsi çox vacibdir. Və eyni zamanda elektron elm dedikdə bunun müxtəlif mərhələləri vardır. Yəni, qeyd etdiyim kimi internetlə təminat, kompüterlə təminat və eyni zamanda elmi proseslərin özündə, elmi araşdırılmaların özündə bilavasitə informasiya texnologiya tətbiq olunması və tədqiqat prosesində çoxlu sayda, yəni çoxlu həcmdə informasiyalara meydana gəlməsi, onun yadda saxlanılması, onun üzərində müxtəlif məntiqi proseslərin, intellektual elmi proseslərin qurulması, yeni biliklərin əldə olunması üçün zəmin yaradır. Yəni, elektron elm özü çox geniş bir anlayışdır, yəni onun müxtəlif aspektləri vardır. Ona görə də 21-ci əsrdə Azərbaycan elminin, dünya elminin inteqrasiya olunmasında məhz bu elektron elmin özünün çox böyük missiyası vardır. Arif hanım, digər tərəfdən biz qeyd etdiyimiz kimi Azərbaycan elminin qarşısında çoxlu prioritetlər vardır və informasiya cəmiyyəti artıq yeni bir reallıqdır, yeni bir demək ki, şərait yaradır və tək bu informasiya texnologiyaları qeyd etdiyimiz kimi, elmə təsir etdiyi kimi, elmin də üzərində müəyyən missiya vardır ki, informasiya texnologiya inkişaf etdirsin və informasiya cəmiyyətinin formalaşmasına yaxından iştirak etsin. Çünki ölkəmizdə artıq informasiya cəmiyyəti göz qabağındadır, çox böyük, yüksək templə inkişaf edir, artıq qeyd etdiyimiz kimi həyatımızın müxtəlif sahələrində yeni reallıqlar yaradır və tək qeyd etdiyimiz kimi texnoloji proses deyil, eyni zamanda təfəkkürə təsir edir, fəaliyyətimizə təsir edir, psixologiya təsir edir, etika, estetika, bütün mental münasibətlərə təsir edir. Ona görə də bu informasiya cəmiyyəti problemləri ilə məşğul olmaq sizin qeyd etdiyiniz kimi o texniki, dəqiq elmlərlə məşğul olan institutlar yox, eyni zamanda humanitar profilli, humanitar bloka aid olan institutlar da məşğul olurlar. Elə fəlsəfə və sosial, siyasi hüquqi tədqiqatlar institutunda informasiya cəmiyyət şöbəsinin açılması, başqa qurumlarda da bu istiqamətdə demək ki, yeni araşdırmalar aparılır. Yəni, Azərbaycan elmi tək belə deyək ki, o humanitar sahəni mən nəzərə tuturam ki, tək o milli ideoloji məsələlərə qapalı bir mühitdə yox, Azərbaycan mühitində yox, yəni o mental o mühitdə yox, eyni zamanda qloballaşma şəraitinin gözü
özü ilə bu informasiya cəmiyyətinin yaratdığı reallıqlarla Azərbaycan mentaliteti, onun qorunması, milli mənəvi dəyərlərin qorunması, 21-ci əsrdə Azərbaycan mentalitetinin formalaşması, yəni ki, burada artıq o da məlumdur ki, mədəniyyətlərin dialoqu gedir, bəzən toqquşması, bəzən uyğunsuzluqlar ortaya çıxır. Yəni, bu istiqamətdə də araşdırmalar yəqin ki, aparılır. Ona görə də Azərbaycan elminin qarşısında həm dəqiq elmlərin, həm də ki, o humanitar elmlərin qarşısında tamamilə yeni vəzifələr qoyulubdur və bu da əlbəttə ki, Azərbaycan elmi qeyd etdiyimiz kimi həm ölkə daxilindəki o mədəni, o sosial-mədəni proseslərə, həm də ki, iqtisadi proseslərə öz təsirini göstərəcəkdir. Arif müəllim, bilirsiniz ki, elm həmişə ictimai bir funksiya daşıyıbdır, yəni cəmiyyətdə ictimai şuurun formalaşmasına böyük təsir göstəribdir. Amma 21-ci əsri xarakterizə edən əsas məsələlərdən biri də ondan ibarətdir ki, iqtisadi dəyərlər ön plana çıxıbdır. Yəni, bu informasiya cəmiyyətinin meydana gəlməsi, intellektual əməyin ön plana çıxması, elmi məhsulların artıq əmtəələşdirilməsi, kommersiyalaşdırılması yeni bir siyasətin, çox önəmli bir siyasətin, yəni innovasiya siyasətinin formalaşmasını və onun uğurla həyata keçirilməsini zərur edir. Buna münasibətiniz? Mən icazə versəydiniz, əvvəlcə sizin o birinci toxunduğu məsələyə mən də bir balaca əlavə eləyərdim. İctimai və siyasi elmlər sahəsində informasiya texnikasının istifadə olunması. Sizin xatirinizdədirsə, bir neçə il bundan əvvəl deməli, dünyada gedən bu informasiya müharibəsində Azərbaycan Milli Elmlər Akademiyasında qarşısında hansı məsələlər dururdu və sizin institut bu sahədə hansı işləri gördü? Çünki bizim tarixçilərin və başqa sahədə məşğul olan tədqiqatçılarımızın işlərinin dünyada gedən bu proseslərdə əsasən də bilirsiniz ki, bizim ən ağırlı yerimiz Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı problemlərdir və bu sahədə yalanların qarşısını almaq üçün bizim tarixçilərin və başqa sahədə çalışan alimlərimizin məlumatlarının dünya internet vasitəsilə çatdırılmasında sizin hansı işləri yerinə yetirdiniz və bütün bunların hamısı onda bizə göstərdi ki, biz bu informasiya müharibəsində, yəni bu informasiya müharibəsində adi elmi əsaslarla qalib gəlmək üçün bu sahədə hansı işləri görməliyik. Yəni Azərbaycan həm tarixini, yəni həm qədim tarixini, həm indiki tarixinin bütün çağrılarını gərək elə formada dünya ictimaiyyətinə internet vasitəsilə çatdırılmasını həyata keçirək və bu sahədə xeyli işlər yerinə yetirildi və bütün bunlar hamısı onu göstərdi ki, hələ bu sahədə xeyli biz işlər görməliyik. Çünki alınmış nəticələrin, yəni həm bu Elmlər Akademiyasında və başqa yerlərdə alınan elmi nəticələrin dünya ictimaiyyətinə düzgün çatdırılması və o ictimaiyyət tərəfindən qəbul olunması üçün informasiya texnologiyaların qarşısına hələ bundan sonra da çox mühüm məsələlər durur. Çünki mütəmadi olaraq bu məlumatların çatdırılması, onların müxtəlif dillərə düzgün tərcümə olunması və onlara verilən reaksiyaların vaxtında qiymətləndirilməsi və s. bu da bizim strategiyada öz əksini tapmışdır və bu sahədə də müəyyən işlər yerinə yetiriləcək. Mən deyərdim ki, daha böyük işlər yerinə yetirilməlidir. Bundan başqa onların deməli informasiya təminat elə olmalıdır ki, onların əsərlərinin, çox tomlu əsərlərin eyni zamanda elektron variantlarının çatdırılması və bu elektron variantlarının çatdırılmalıdır ki, hamı üçün veb saytların yaradılmasıdır. Bundan başqa bilirsiniz ki, indi çox yerlərdə bu yalancıq elm ayağa alıb yeriyir və bu yalancıq elmə qarşı mübarizədə əsas da bu tarixi faktların saxtalaşdırılması, eyni zamanda saxtalaşdırılaraq həyata keçirilməsi, yəni göstərilməsinin qarşısını almaq üçün də xeyli işlər görülməlidir və bu sahədə də Milli Elmlər Akademiyasının qarşısında mühüm məsələlər durur. Bundan başqa siz qeyd etdiniz ki, Azərbaycan alimlərinin ümumiyyətlə bu sahədə işləri var və ondan hansı istiqamətdə daha doğru işlər yerinə yetiriləcəkdir. Deməli, Azərbaycan alimlərinin o prioritet istiqamətlərin sırasında eyni zamanda sizin qeyd etdiyiniz elmi istiqamətlər həm fundamental xarakterli elmi istiqamətlər həyata keçiriləcək. Bilirsiniz ki, informasiya texnologiyaları sahəsində fundamental tədqiqatların aparılması eyni zamanda bu məlumatların ötürülməsi üçün də əsasdır. Biri var ki, hazır internetdən götürüb istifadə eləyəsiniz. Biri var ki, onları götürüb tətbiq eləyəsiniz. Bir də bu sahədə fundamental elmi tədqiqatlar aparılır.
aparılsın. Və bu da Azərbaycan alimlərinin qarşısında duran məsələlərdən biridir. Eyni zamanda informasiya məkanı elə genişləndirilməlidir ki, bizim müasir laboratoriyalarımız eyni zamanda tədqiqatları təkcə özləri aparmasın, həm də dünyanın başqa qabaqcıl laboratoriyalarında alınmış tədqiqatların nəticələrini götürüb onlardan istifadə edə bilsinlər. Onların burada emalı ilə məşğul olub elmi nəticələr alsınlar. Və bu elmi nəticələrin aparılmasında birgə laboratoriyaların yaradılması meydana çıxır. Deməli, bu informasiya texnologiyalarını istifadə etməklə dünyanın müxtəlif qabaqcıl laboratoriyalarına artıq biz girişimizi təmin etməliyik. Bilirsiniz ki, bunların maddi texniki bazasını daha da yaxşılaşdırmaq üçün çox bahalı avadanlıqların hər bir respublikanın almasına gücü də çatmır, ehtiyac da yoxdur. Və bütün bunların hamısından istifadə etmək üçün gələcəkdə bunların hamısına bilavasitə girişi təmin etməli və bütün bunlar hamısı da sizin həyata keçirdiyiniz elmi işlərin nəticələrinin biri olmalıdır. Və bu sahədə də bizim strategiya qarşımıza çoxlu məsələlər qoyur və bunları yerinə yetirmək üçün də xeyli işlər həyata keçirilməlidir. Amma mən hesab edirəm ki, Milli Elmlər Akademiyamızın və başqa təşkilatlarımızın tabeliyində olan elmi müəssisələr də bu sahədə elmi istiqamətlərini quracaqlar. Və sizin qeyd etdiyiniz kimi internet üzərində artıq virtual laboratorlar formalaşdırılır. Bunlara gridlər deyirlər. Yəni o informasiya texnoloji kömüründən istifadə edilərək bu və digər elmi istiqamət üzrə müxtəlif problemlər ətrafında gridlər formalaşdırılır. Elə bizim Elmlər Akademiyasında da Avropa Nüvə Tədqiqatları İnstitutunun Fizika İnstitutunda bir mötəbər bir gridin formalaşdırılması da buna misal ola bilər. Yəni Azərbaycan elminin bir qapalı mühitdə yox, dünyada internet üzərində olan müxtəlif virtual laboratorlara çıxış imkanı əldə olunması məhz gridlər vasitəsilə həyata keçirilir və ölkəmizdə də bu istiqamətdə artıq müəyyən təşəbbüslər vardır, müəyyən nəticələr vardır. Rabitə və İnformasiya Texnologiya Nazirliyinin dəstəyi ilə elə o qeyd etdiyimiz bizim Azərbaycanda yaradılan gridin özü də buna misal ola bilər. Bundan başqa NATO xətti ilə də bəzi təşəbbüslər vardır ki, Azərbaycan ora qoşulmaq ərəfəsindədir. Və innovasiyaya qayıtmaq istəyirəm Arif müəllim. Elmdə innovasiyanın tətbiq olunması, yəni elmi biliklərin, əldə olunmuş nailiyyətlərin müxtəlif sahələrdə, istər praktikada, istər təhsildə, istər ümumiyyətlə cəmiyyətin müxtəlif sahələrində tətbiq olunması, əmtərləşməsi, kommersiyalaşdırılması, yəni bir növ bir iqtisadi funksiya daşıması. Çünki ölkəmizdə biliklər iqtisadi formalaşır və Azərbaycan elminin qarşısında duran vəzifələrdən biri də xüsusən də dəqiq elmlərin qarşısında, çünki humanitar elmlərin qarşısında duran vəzifələr bir qədər fərqlidir. Çünki Azərbaycanda dövlətçilik ideyalarının inkişaf etdirilməsi, milli ideologiyanın inkişaf etdirilməsi, milli özünü qorumaq, identikliyin təmin olunması, keçmişimizin daha da yeni bir belə ki, meyarlardan çıxış şeyləri artıq müstəqil olaraq, müstəqil Azərbaycanın tarixinin araşdırılması və s. Yəni bu 21-ci əsrdə humanitar bloka aid olan elmlərin qarşısında konkret vəzifələr qoyulubdur. Amma bununla yanaşı elmin özü həm də ki qeyd etdiyimiz kimi innovativ xarakter daşıyır və onu da mən qeyd etmək istəyirəm ki, indiyə kimi elm araşdırıbdır. Artıq zaman gəlib çıxıbdır ki, elmin özü də bir araşdırma obyektinə çevrilsin. Yəni elmin özü də bir, belə deyək ki, müxtəlif istiqamətlərdən araşdırılsın. Ona görə də elmin fəlsəfəsi, elmin iqtisadiyyatı, elmin etikası, elmin psixologiyası və s. kimi artıq elmi istiqamətlər formalaşır. Və elmin innovasiyasından bağlı ölkəmizdə hansı işlər həyata keçirilir? Deməli, innovasiya ilə bağlı mən qeyd etməliyəm ki, bilirsiniz ki, Milli Elmlər Akademiyasında artıq innovasiya mərkəzi və transfer mərkəzi fəaliyyətə başlamışdır. Eyni zamanda mən innovasiyanın özü haqqında çox danışmaq istəmirəm, ancaq görülən işləri, hansı istiqamətdə işlər aparılır. Qeyd etməliyəm ki, Milli Elmlər Akademiyasının Elm və İnnovasiya adlı xəbərlər jurnalının artıq nəşrə başlaması üçün sərəncam imzalanmışdır. Bu yaxınlarda bu jurnal artıq işıq üzü görəcəkdir və burada deməli innovasiya ilə bağlı olan bütün aspektlər öz əksini tapmalıdır. Bu jurnala biz çox yüksək qiymət veririk. Yəqin ki, gələcəkdə bu sahədə olan boşluqları doldurmaq üçün bu jurnal öz rolunu oynayacaqdır. Bilirsiniz ki, mən əvvəldə qeyd etdim ki, strategiyanın əsas ana xətti ondan ibarətdir ki, fundamental elm, innovasiya və yüksək ixtisaslı kadrın hazırlanması. Ümumiyyətlə, indi innovasiya deyəndə onu mən xırdalamaq istəmirəm. İnnovasiya prosesinin həyata keçirilməsi üçün təkcə bir elmi tədqiqat müəssisəsinin
nəticələri yox, müəyyən elmi tədqiqat institutları, müəssisələri birləşərək müəyyən birliklər də yaratmalıdırlar, texnoparklar yaratmalıdırlar və bu texnoparklar əsasında isə elmi birliklərdən, yəni innovasiya fəaliyyətindən, innovasiyanın irəli gələn məsələləri yerinə yetirməlidirlər. Və bu sahədə deməli, həm alınan nəticələrin, həm təkcə vacib deyil ki, özümüzdə alınan nəticələr, dünya elminin verdiyi nəticələrin istifadəsi üçün müəyyən planların hazırlanması, layihələrin həyata keçirilməsi və s. üçün belə mərkəzlərin böyük rolu olmalıdır. Və bizim strategiyada da innovasiya xüsusi yer verilibdir və bu sahədə də deməli müəyyən işlər yerinə yetirilir. Mən əminəm ki, biz bu akademiyamız, çünki Azərbaycanda bu sahədə zabitlik olan təşkilatlardan biri olduğuna görə də bu sahədə müəyyən işləri yerinə yetirəcəkdir. Arif müəllim, bizim verilişimiz sona çatır, amma qısa bir müddət ərzində biz milli strategiyanın qarşısında duran bəzi vəzifələr haqqında ictimaiyyətə məlumat verdik. Amma hesab edirəm ki, biz gələcəkdə bu məsələlərə qayıdacağıq, çünki milli strategiyanın qarşısında çox mühüm vəzifələr durubdur və bu istiqamətdə lazım işlər aparılmalıdır. Ona görə də çoxlu suallarımız qaldı, gənclərlə bağlı, yəni sosial müdafiəsi ilə bağlı, bu dəqiqə çox vacib məsələlərdən biridir, gənclərin kadr hazırlığı vacib məsələlərdən biridir. Elmi məktəblərin qorunması, elmi irsin qorunması çox vacib məsələlərdən biridir. Deməli, yaşlı nəsildən elmi tədqiqatlarda istifadə göstərməsi, həm də onların elmi potensialından istifadə olması və s. Ümumiyyətlə, əlbəttə bu strategiyanın irəli gələn məsələlərin həyata keçirilməsi çox böyük kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Arif müəllim, biz sizə təşəkkür edirik, Arif müəllim. Gələcəkdə bu məsələlərə biz yenidən qayıdacağıq. Beləliklə, hörmətli tamaşaçılar, verilişimiz sona çatır. Sağ olun, gələn görüşlərə dək.